Bu sualda bizdən eni istəyir. Eni tapmalıyıq. Enin dərəcə ölçüsü nəyə bərabərdir? Onu tapmalıyıq. Baxın uşaqlar, burada bucağın sol tərəfində. Diqqət edin, bizə burada balaca bir dənə kvadrat işarəsi var. Bu kvadrat işarəsi o deməkdir ki, bizim bu bucağımız, baxın, mən qırmızı ilə çəkdiyim hissə düz bucaqdır. Və bizim düz bucağımızda uşaqlar 90 dərəcəyə bərabərdir. Və bucağımın bu tərəfi düz bucaq olduğuna görə uşaqlar, digər tərəfi də düz bucaq olacaq. Baxın, bu hissəsi düz bucaq olacaq. Yəni, bu deməkdir ki, mənim bucağımın digər tərəfi 90 dərəcəyə bərabərdir. Yəni, 16 üstə gəlinsin n bərabərdir 90 dərəcə. Buradan da alıram n bərabərdir. Məhsul toplarının tapılması qaydasına əsasən 90-dan 16-nı çıxarıb alarıq 74. N bərabərdir 74 dərəcə. Bizim də burada doğru cavabımız 74 dərəcə olmuş olur.